Hazır olun bütün insanlar, hazır olun buna. Hazır olun. Və mən nuammirhun nəkkishu fil xalq yasində deyir. Deyir ki, biz nə qədər ki insana ömür veririk, ömrü artdıqca yavaş-yavaş nə olur? Yaradılışı zəifləyir. Gözlər tutulur, qulaq ağır eşidir. Görmüsünüz, yaşlı kişi beli bükülüb. Bir zaman sənin kimi cavan oğlan idi. Sən elə bilirsən ki, qocalar qoca gəlib dünyaya. Yox, cavan idi. Deyir, bu biz yaşadanda belə olur. Yəni, yaşadığın yeri tanı da, harada yaşayırsan. Dünya belədir. Və bunu gənclərə başa salmaq lazımdır. Ad günündə deyir 100 yaşa, 1000 yaşa. Yalandan demə bu şey. Mən keçmişdə demişəm, indi mövzu gəlib yenə təkrar edirəm. Deyir ki, bütün arzularına çatasan. Niyə alladırsan ki onu? Necə bütün arzularına çatasan? Bu dünyanın o qabiliyyəti yoxdur, yəni bütün arzularıma çatdırsın. Yoxdur qabiliyyəti. Bütün arzularına çatasan batil duadır. 1000 il yaşayasan, Nuh Peyğəmbər idi, bir dəfə yaşadı. İndi də çətin olsun elə şey. Amma əleyhissalam cavan oğlana məktub yazdır, deyir, övladıma yazıram. Deyir ki, yaşlaşmış atadan öz ata xüsusiyyətlərini sayır. Kimdən kimə demək istəyir, məndən sənə də məktubda necə deyirlər? Filankəsdən filankəsə. Özünün saydıqlarını demirəm. Deyir, elə bir övlada ki, arzuların hamısına çatmayacaq. Elə bir övlada ki, o yolu gedir ki, ondan qabaq gedənlər hamısı həlak oldular. Yəni, yoxa çıxdılar da, yox oldular, dünyadan getdilər. Yadda saxla ki, getdiyin yol dünyadan gedənlərin yoludur. Sən də davamsızsan, bu yol gedirsən. Bəs belə desək, bədbinlik olmaz cəmaatda. Yox, bu bədbinlik deyil, bu reallıqdır. Reallığı gizlədək ki, bədbin olmayaq. O nə nikbinlikdir ki, yalandan qaynaqlanır, xülyadan qaynaqlanır. Sən bu reallıqda pozitiv ol. Elə bir dünya görüşünə sahib ol ki, reallığın içində pozitivlik versin sənə. Tanıya-tanıya bu dünyanı, yenə pozitiv olasan. Sən niyə buna bağlanırsan ki, buna bağlanırsan, reallığın görürsən, səni qəmləndirir. Və o reallıqdan qaçmaq üçün xəyalla özü alladırsan ki, 1000 yaşa, arzularına çat filan, niyə? Niyə görə? Bu nə pozitivlikdir? Bu pozitivlik deyil. Sən bir gün sağlamsansa, bir gün xəstə ola bilərsən, əvvəldən bil. Bunları nəzərə al. Bunu da deyim, bunu da deyim. Və ləin əzəqnəl insan minna rəhmətən. Deyir ki, biz insana neyməti daddırırıq, fummə nəzə'naha minhu. Sonra biz qoparırıq. Ay Allah, öz adıva çıxmada özü pis eləmə. Niyə deyirsən? Biz deyirən, sizə neymətlər gəlir və sonra gedir. Niyə özvə nisbət verirsən? Niyə özvə aid elirsən? Deyir, mən qopardıram. Özü niyə pis elirsən? Yox, mən olanı deyirəm. Sən elə bir düşüncəyə sahib ol ki, biləsən ki, verməyim də, almağım da sevgidəndir, mənlə pis olmayasan. Deyir, biz qocaldırıq, biz zəiflədirik, özünə nisbət verir. İlahi, bizim tutumumuz azdır, küsərik səndən. Allah deyir, uşaq olma da, uşaq olma. Quranın bu tərbiyəsi üçün ölürəm də mən. Tərbiyə edir adamı, hər kəlməsi ilə. Biz verir idik neyməti, biz də alırıq. Nəticədə nə olur? Allah insandan danışır. Deyir, iki hala düşür insan. Bir, məyus olur gələcəkdən. İki, keçmişdən naşükür olur. Verdiklərimi görmür, aldığımı görür. Naşükür olur. Gələcəklə də bağlı məyus olur. Deyir ki, mən neyniyəcəm, ay Allah, bədbəxt oldum mən. Naşükürlük və məyusluğu atəşə tutur Allah. Hədəfə alır. Məyusluğu şeytan da artırır. Şeytanın işini yadda saxlayın burada oturanlar və məni evlərdən dinləyənlər buradan qat-qat çoxdur da, şükür Allaha ki, dinləyir insanlar. Və bir-bir mənə yazırlar ki, filan fikir beləydi. O qədər zövq alıram ki, insanlar münasibət bildirəndə, görürəm ki, deməli, diqqətlə dinləyiblər. Kəlmə-kəlmə dinləyirlər. Mən onların hamısında bunu deyirəm ki, şeytanın ən əsas işi məyusluq yaratmaqdır. Şeytanın missiyası budur. Əvvəl gündən axıra qədər sənə məyusluq aşılayır sənə, yeridir beynivə, məyusluq.
Bir dənə də sizə söz deyim, şeytan gücünü axıra saxlayıb, son nəfəsimizə, can verən vaxtımıza. Bəzi şeylər var ki, yarda gücü çatmır ona, görür ki, deyir ki, eybi yox, darıxma, axırda görərsən. Nə ki gücüm var, axırda gələcəm üstüvə. Şeytan belə eləyir. Deyir, biri can verirdi, əxlaq kitablarının birində görmüşəm bunu. Can verirdi bir kişiydi, dedilər ki, denən la ilahe illallah, dedi, deməyəcəm, əsəbiydi. Ölmək vaxtıydı bu. İndi rahatlığa çıxırdım, istəyirdim nəvələrimlə oynayayım. Nəvələrimə baxım, indi ölüm vaxtıydı bu. Və belə də deyir, dünyadan köçdü. Şeytan son anda gələcək, nə üçün gələcək? Rəhmətdən məyus eləməyə. Bunu yadda saxlayın burada oturanlar. Şeytan gələcək ki, bizə unuttursun ki, Allah mehribandır. Hədislərə baxın, deyir ki, gəl dayanır can verənin başının üstündə. Deyir, görürsən, öldürür səni. Şirin dünyadan aparır, balaların qaldı, dostların qaldı. İndi bax, axşam yığışacaqlar. Sən eşitmirsən, nə o can verir? Sən yoxsan, toya gedəcəklər, çayxanaya gedəcəklər. Bax, yaduza salın o gün. Bax, görürsən, öldürür səni, aparır. Mənə itayət elə deyir, o momentdə deyir, o məqamda deyir. Nicat verim sənə. Mənə iman gətir, deyir. Deyir, insan iman gətirir, kafir olur, ölür, sonra baxır, deyir, kül sənin başı, özü deyir. Elə bir varlıqdır. İnni bəri'un minkə. Bunun, yəni, mən səndən bizaram, tərcüməsi, yəni, kül sənin başı var, bağışlayın bu ifadəmə görə. Belə deyir. Qoyur, başsız çıxıb gedir. Şeytan bu belə eləyir. Bəzən ki, biz narahat oluruq, bir dənə baxın, narahat olanda bu narahatçılığı iki ünsür bəzən yaradır, bəzən, bir çox vaxtlarda. Bir, naşükürlük, iki, məyusluq. Bax, mənə qulaq asan burada oturanların hamısına müraciət edirəm ki, bu müddət ki, mən danışıram, heç olmasa, biraz şad olaq indi. Şad olaq, bütün o mənasız qəmlərdən bir dəqiqə çıxaq, sevinək ki, sözüm təsir eləsin. Bu şadlıq, şükür və Allaha ümid səbəbindən olsa İmam Hüseynin əza məclisi ilə ziddiyyət təşkil eləmir. Deməyin ki, İmam Hüseynin əzasında deyir, şad olaq. Mən hansı şadlıqdan danışıram? O şadlıq ki, ümiddən və şükürdən qaynaqlanır, İmam Hüseyin əzası ilə nəinki ziddiyyət təşkil eləmir, əksinə, şad adamlar daha çox yanır İmam Hüseynə. Mən fikir vermişəm. Şad adamlar daha çox yanır. Bilirsiniz nə üçün? Qəlbində 100 cür qəmi olan adam, qəm porsiyası, qəm planını doldurub, İmam Hüseyin qəminə yer qalmayıb onda. O yaxşı ağlaya bilmir. Qəmlərin hamısından azad, şad adam İmam Hüseyin qəminə ləzzətlə təslim olur. Və onda keyflə ağlayır, yanır, qəm qarışır sevincə İmam Hüseyin məclisində. Yadda saxlayın, bu məclislərin də mahiyyəti budur. Hərdən bəzi məsələn əzadarlıqları görür cəmaat deyir, burada lap elə bil ki, sevinç, belə başa düşür ki, məsələn, ağır, qara günlü idi, müsibətdə oturub cəmaat ancaq belə deyə də acı qəmə qərq olmalıdır. Başa düşünə, bu qəmin başqa bir növüdür. Bunun içində sevinç də var və o sevinç əzadarlıq səhnəsindən sirayət eləyir. Ruha o şadlığı verir. Bu aşiqanə bir qəmdir. Aşiqlərin iki qəmi var, yadda saxlayın. Bir, Allahdan ayrılıq qəmi, hicran qəmi deyirlər ha qəzəllərdə. Allahdan ayrılıq qəmi, dünyada Allahdan ayrıdır axı, Allaha qovuşacaq. Burada ayrıdır. İki, Allahın dostlarının qəmi. Bu iki qəm gözəl qəmdir. Vəssalam. Bunlar sevinclə qarışıq qəmlərdir. Bu heç bilmirsən bunun adına deyirəm də, qəm deyəsən ya sevinç. Allahdan ayrılıq qəmi, vüsala gedirsən axı qovuşmağa. Yaxınlaşdıqca həm şadlıq gəlir, həm qəm, haçan qovuşacam. Bu bir söz nəyə oxşayır? Bir nəfər məşuqu ilə görüşə gedir, məsələn, avtobusla filanla. Qəm var ürəyindəki, haçan çatacam, eyni zamanda sevinç var ki, çatacam. Buna qəm demək olar, bu qəmi deyir.
Dimdiri ağlayır, övliyalar gözyaşı tökür filan. Hüseynin qəmi də elə bu cinsdəndir. Bu barədə qayıtmaq istəmirəm. Keçən illərdə danışmışam, vaxt çox gedir, ona görə qayıtmaq istəmirəm. Kim istəyirsə dinləsin keçən ilki söhbətləri, demişəm bu barədə. Keçən illərdəki söhbətləri. Buradan çıxandan sonra özümə birinci və siz əzizlərimdə tövsiyə edirəm və bu yaxud da evlərdən məclis bitəndən sonra müğayət olun ki, şad olasınız. Şadlığınızın üstündə əsin. Şadlığınızın. Narahatlıq nədəndir? İki şeydəndir. Naşükürlük və məyusluq. Buna bir dənə qulaq asın, görüm çatdıra bilirəm, yoxsa yox. Qəmi təşkil edən ünsürlər, naşükürlük və məyusluq. Kim belə olur? O kəs ki, kim məyusdur? O kəs ki, ümidi yoxdur, Allah ona neymət verəcək. Ümidi yoxdur. O məyusdur. O kəs ki, bilir neymətlər gələcək, o şaddır, enerjilidir. Məsələn, toyum olacaq. Toyum olacaq. Niyə görə? Toy ərəfəsində təzə bəylər yaxınlarda oldu. Xüsusi bir belə həyəcanlı olur. Sevinirlər. Şadlanırlar. Dostlar zarafat edir filan. Hamı şadlanır ki, bu neymət gələcəkdir indi buna. Bu gözləyir onu. Ümidi var deyə şadlanır. Bilməm da neymətdir. Bəladan adam elə bilir ki, neymətdir. İnşallah ki, neymətdir. Neymət gələcək, sevinir. İndi sən, insan, bilirsən ki, sənin ömrün hər bir anında Allah sənə neymət yağdırmaqla məşğuldur. Hər bir anında. Biz bilirsiniz bu dünyada necəyik? Biz bu dünyada hər an Allahdan feyz yağışı gəlir. Biz onu qəbul eləmək üçün ümidlənmək əvəzinə məyus oluruq. O feyzin gəliş yolunu bağlayırıq. Xırda məsələyə görə. Əsas məsələ qalır kənarda. Həddad deyirdi, Seyyid Haşim Həddad deyirdi, bir saniyə, bu saniyə. Sonra növbəti saniyə arasında. Mənə Allahdan gələn mərifəti müqayisə edirəm, arasında uçurum var. Mən ləzzətdən keçirəm, bir dənə feyz gəldi mənə. Növbətisinə sevinirəm, ümidlənirəm, o gəlir. Deyirəm, bundan sonra daha artığı gələcək, bundan sonra daha artığı gələcək. Siz inanırsınız ki, həyatın mənası budur. Həyat bunun üçündür. Bunun üçün yaşayırsan. Bilmirəm, burada oturanlardan, bizdən kimlər sabaha sağ çıxacaq ya yox, mən bilmirəm. Heç kəs də bilmir. Amma sabaha səni sağ çıxardacaqsa, bil ki, neymətlər hazırlayıb sənin üçün. Bir saniyə neymətini saxlamır. Qəbul edilən qəlb lazımdır. Haçan ki, neymətlər bitdi, əcəl gəlir. Yaşayırsansa, deməli, neymət yağdırmaq üçün yaşadır səni. Allah bəndəsindən əl çəkmir. Analar balalarından əl çəkir, yox. Ananın mehribanlığı Allahın mehribançılığının zərrəsidir. Allah çox mehribandır. Anadan çox-çox mehriban. Biz də uşaqdan çox-çox kiçik Allah müqabilində. Anadan uşaq nə qədər balaca olar? 20 yaş, 30 yaş. Allahdan nə qədər balaca yox. Sonsuz Allahdan müqayisə ilə də biz çox... Yəni onun ağuşundayıq biz. Ana hərdən uşağın qoyar yerə, Allah bir anda qoymur. Hey ağuşundadır, nəvaziş eləyir. Allah saxlayıbsa, bizi yaşayırıqsa, nəsə verir hər dəqiqə. Nəsə vermək üçün saxlayıb bizi. Bax, bu dünya görüşü ilə yaşayaq, məyusluq olar. Buradan bir dənə maşınım xarab oldu. Deyərsən ki, bunu ümumiyyətlə danışmaya bu haqda fikrimi yayındırma. Gedim maşınımı düzəldimə vəzifəmdir. Amma bu mənə dərd olacaq. Evim yoxdur, yoxdur. Çalışım, işləyim, ev alım, çalışım. Amma dərd eləyim özümə. Qəm eləyim bunu özümə. Birdən də Allah apardısa birini, bil ki, daha artıq neymət vermək istəyir ki, apardı o tərəfə. Buranın tutumu yox idi o qədər verməyə. Allah yəni hər an feyz yağdırır və onu qəbul eləmək üçün ümid istəyir səndən. Sən gəlsən xırda şeylərə görə ümidsiz olursan,
o fəzlin gəlmə, feyzin gəlmə yolunu bağlayırsan. Allah bizi nə üçün yaradıb? Bizə nəyisə bəxş etmək üçün. Vəssalam. Nəsə tələb etmək üçün yox. Bəs tələb eləyir axı. Tələb nəyisə vermək üçündür. Namaz qıl, yəni nəsə verəcəm sənə. Bunu elə ki, bu bəhanə ilə verim. Başqa cür gəlmir. Hər nemətin bir qapısı var. Mən vermək istəyirəm sənə nəsə. O ki, deyirəm, səndən tələb edirəm. Tələb deyil əslində. O qapıdır. Aç qapını verim. Tələb bundan doğur. Bir söz deyim İmam Hüseyn məclisində yadda saxlayaq. Allahın narahat adamdan xoşu gəlmir. Heç xoşu gəlmir. Bir alim deyirdi, onun klipin tərcümə elə, klip kimi düzəldib tərcümə eləmişdilər. Xoşuma gəlir o sözü. Deyirdi ki, yol boyu deyir, gülür, danışır. İmam Rızanın hərəminə gedəndə bədbəxt adam kimi gedir. Deyir, ay namərd, yol boyu deyib gülürdün, nə oldu? İmam Hüseynin hərəminə, İmam Rızanın hərəminə gələndə gələ bədbəxt biçarə kimi gedəsən. Bu nə mədəniyyətdə aşılanıb? Bəs eşitmişəm, o ağlayırlar, ürək, o başqa ürək sınmaqdır. O övliyalar gedir, o şövqdən ağlayır, şadlıqdan ağlayır, ümiddən ağlayır. Günahlarını da yada salır, ağlayırsa ümidlənir ki, etiraf eləyim, bağışlanım. Yoxsa sən ancaq bədbəxt sifət alırsan, gedirsən ki, bunu daha yaxşı qarşılayır bu din. Bu din bədbəxt biçarələrin dinidir. Məyus adam o adamdır ki, ümidi yoxdur, nəyəsə çatacaq, nəsə onun əlinə gələcək. Biz çoxumuz beləyik. Bizim halımız pisdir, etiraf eləyək. Mən baxıram, görürəm ki, cəmaatın üzündə ümid qığılcımı azdır. O saat deyəcəklər, əşi, cəmaatın nə qədər problemi var, oturmuşsan, ağzın istəyirdədir. Vallah, mən problemlərdən danışsam, bizim elə mövqeyimiz, haradakı qərar tutmuşuq, başdan ayağa problemdir. Kim deyir ki, problemi həll eləmə? Problemə nə dəxli var? Problem var, problemi həll elə. Sənin şadlığın niyə bu problemlərlə xarab olur? Söhbət ondan gedir. Söhbət ondan gedir. İnsan niyə günah eləyir, bilirsiniz niyə? Ona görə günah eləyir ki, şövqü yoxdur, həyəcanı yoxdur həyatının. Gedir, şövq axtarır, həyəcan axtarır, nəsə qatmaq istəyir. Amma belə olmamalı. Deyir, o qədər şad olmalısan ki, ehtiyacsız olasan ki, heç ağlığa gəlsin ki, gedim, nəsə eləyim, şadlanım. Belə bir şey ağlığa gəlməsin. Məyus budur. Naşükür də keçmişlə bağlıdır. Məyus gələcəklə, naşükürlük keçmişlə. Verilənlərin heç birini görmür ki, məni İmam Hüseyn ağanın ərəfəz duasını oxuyun siz Allah. Kitab kimi oxuyun bu günlərdə. Dua kimi halınız yoxdur, açın kitab kimi. Hardan başlayır şükür eləməyə? Məni falan yerdə yarattın, mən belə dünyaya gəldim, mənə mehriban ana verdin, hey, sadalayır, sadalayır, ləzzət alır neymətlərdən. Biz deyirik, yoxumdur, 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 varımdır, görmürük. Allahın xoşu gəlmir belə adamlardan. Bir ayəd oxuyum, Allah bu ayədə, bir alimdən eşitmişəm, deyir, Quranın neçə təəccüblü ayəsi var ki, deyəsən, ay Allah, sən Sübhanallah dilləri təəccüblənir, Sübhanallah, bu nə idi? Quranda belə yerlər var. Biri məsələn budur ki, mən həmişə təəccüblənmişəm. Deyir ki, bəzilərində cəhənnəmi göstərək, əzabı. Desin ki, qaytar, mən dünyaya düzələcəm. Deyir, onları qaytarsaq düzəlməyəcəklər, bax, təəccüblüdür. Allah deməsə inanmazdım. Amma sonra məntiqini də tapmışam onu. Ki, necə olur o? Bir də bu ayədir, Səbə surəsində bir qövm haqqında danışır Allah. Deyir, onların ətrafı bağ idi, bağça idi, orada meyvələr vardı, bunlar neymətlərdən istifadə edirdilər. Sonra neymətlərin qədrini bilmirdilər, naşükür edirdilər. O torpaq yandı, pis bir ağac çıxdı, pis qoxu verən meyvə gətirdi. Və bunları danışandan sonra, bax, bu möcüzə ayədir. Buyurur ki, həl nucazi illəl kəfur, biz naşükürdən başqa kimsə cəzalandırırıq ümumiyyətlə. Ha, bu da dəhşətdir doğrudan. Yəni, biz naşükürdən başqa kiməsə cəza veririk ümumiyyətlə. Naşükürlükdən başqa nəyinsə cəzası var ümumiyyətlə. Deyilən, günahın cəzası var. Günah, yenə deyirəm, naşükürlükdir. Deməli, həyat səni sevindirmədi ki, naşükür oldun ki, getdin, sevinci kənarda axtardın, pis işdə axtardın. Onun qaynağı yenə naşükürlükdir.
Və qalilun min ibadiyyəş şəkur. Təəssüf ki, çoxumuz beləyik. Allah statistika verir Quranda. Deyir, mənim bəndələrimdən az hissəsi şükür eləyəndir. Şükür budur, yemək yeyəndə desən, əlhəmdülillah. Şükür budur ki, hər an şad olasan, ləzzət alasan, yaşamaq sənə zövq versin. Şadlıqdan ürəyin məst olsun, həzz alasan, gözün axsın, belə yaşayasan. Nə zaman pis halda olunursa, narahatıqsa, deyilən ki, cəza gələcək. Allah baxır, deyir, bu niyə belə narahatdır? Mən teatrlaşdırıram, indi Allah bunu deməsədir. Buna nə olub, niyə narahatdır? Naşükürdür bu, bir dənə bəla verin mənim mələklərim buna. Bəlkə özünə gəldi. Yo, şadam, götürün bəlanı. Allah şadlığın tərəfdarıdır. Allah istəyir ki, bəndəsi şad olsun. Allah istəmir ki, biz zərrə qədər qəmli olaq. O yerlərdə ki, deyir, qəmli olun, o qəm dedim necə qəmdir, o sevinclə qarışıq qəmdir. Şeytan isə məyus edir. Çünki şeytanın əsas xüsusiyyəti özünün odur. Şeytan nə ilə tanınır? Adam var, desən, filan şeylə tanınır. Şeytanın birinci əlaməti ki, şeytan budur. Hansı xüsusiyyətdir? Şeytan məyusdur özü. Naümüddür. Şeytan naümüddür. Niyə naümüddür? Yeganə varlıqdır ki, axırını bilir ki, cəhənnəmdir. Aydındır. Ona deyilir o şey, bilir. Bilir ki, necə olacaq axırı, sonu məlumdur. Və özü belədir deyə kimə çatdı, istəyir öz sifətini ötürsün ona, istəyir o da onun kimi olsun. Cəhənnəmə gedən deyir, özünə yoldaş axtarar. Şeytan kimə toxundusa, özü kimi eləyir. Çünki özü məyusdur. Dostlarını məyus eləmək istəyir insanlar. Onun dostları məyus olanlardır. Və bir dənə də sizə söz deyim, BBC də belədir, CNN də belədir. Eyni ilə belədir. Nəm filan TV də belədir. Eyni ilə belədir. Əsas işləri budur ki, bir xalqı ancaq negativ yükləsinlər. Ancaq və ancaq. Bütün xalqlara, bütün istisnasız, müxtəlif dillərdə, baxın görün mən düz deyirəm, yoxsa yox. Bütün xalqlara inamsızlıq aşılamaq, vəziyyət pisdir, daha da pis olacaq. Budur bunların missiyası bundan ibarətdir. Mən açıq-aşkar minbərdən bunu deyirəm, bu belədir, reallıqdır bu. Naşükür və məyus xalq formalaşdırmaq istəyir. Onun da səbəbləri var ki, da mən siyasi söhbət eləmək istəmirəm. Onun da səbəbləri var. Nə oldu, onda biz problemimizi görməyək? Kim deyir ki, problemi görmə? Gör problemi, işıqlandır da, çatdır da, həllinə də çalış, amma nikbin ol. İnan, ümidli ol. Ümidlə giriş məsələlərin həllinə. Bəzi möminlərdə də var. O sosial şəbəkə açırsan, bəzi adamlar var, ömür boyu ancaq negativ danışır. Hər şeyə. Bu inanclı deyil, dindardır. Vallahi belə yaşamaq olmaz. Yenə deyirəm, heç kəs demir ki, problem yoxdur. Problemsiz heç bir cəmiyyət yoxdur və problemlər də işıqlandırılmalıdır. Bir dəfə də pozitiv bir şey ver, cəmiyyətdə nəsə bir xoş bir şey, ümid ver cəmaata. Problemi də işıqlandır, dünən bu problem də var. Nə üçün işıqlandırırıq ki, həll olsun da, ümidlə yanaşaq da məsələyə. Pozitiv ol. Pozitiv ol, bəli, problemlə də danışmaq olar. O qədər çox deyirlər ki, problem və salam, adama belə gəlir ki, yıxılıb öləsən. Niyə görə belə edirsiniz ki? Bir xalqa xəyanət edirsiniz siz. Kimə qulluq edirsiniz? Niyə görə belə edirsiniz? Xalqa özünə inam vermək lazımdır. Allaha ümid vermək lazımdır. Problemlərin içində həll yolunu, pozitiv xalq, nikbin xalq problemlərin öhdəsindən gələ bilər. Ona görə də o qədər tənqidin dozasını artırıblar ki, adam danışmaq istəmir ki, dostum, bunu artıqlaması ilə kimlərsə eləyir. Və məyus eləyirlər. Siz Allah diqqətlə baxın, görün, necə incə şəkildə xalqları ümidsiz eləyirlər. Bu siyasətin tərkib hissəsidir, o böyük dövlətlərin. Bütün hamının mədəniyyətini pisləyir, kimliyini pisləyir, gününü pisləyir, problemlərini qabardır. Yəni, sən qara gündəsən, gəl mənim kimi olacağı günə çıxasan. Elə mahircəsinə bu işi görürlər. Mən biraz oxumuşam o texnologiyalardan. Görürəm ki, hə, burada bunu yeritdi.
Elə işləyirlər bunun üzərində, adam görürsən ki, avam adamlar da allanır onlara. Düşürlər onların təsirinə. Sözdə deyirsən ki, sən nədir ki, deyirsən, cənnətdə yaşayır. Kim dedi cənnətdə yaşayırsan ki? Kim sənə bunu dedi? Dini camiyyədə də belə şey var. Bir daha deyirəm, yazır, neçə ildə əzadarlıq eləyirik, nə xeyri var, heç nə. Niyə deyirsən heç nə? Necə yəni heç nə? Mümkün deyil insan İmam Hüseynə əzadarlıq eləsin, heç bir xeyri olmasın. Dinən ki, bundan çox xeyri ola bilərdi. Bəli, İmam Hüseyn əzası keyfiyyətli olarsa İmam zamanı gətirər, bunu denən. Tənqid deyilə, amma demə də heç nə. Nə oldu, neçə ildə elə ağladıq, nə oldu? Neçə ildə namaz qıldıq, nə xeyr oldu? Filan şeylər var. Bunu kim haqq verib sənə insanlara bunu deyəsən? Maksimumunu göstərdiyən namaz bax budur. Namaz budur. Çalışaq belə olsun. Amma mən o qədər pak cavanlar tanıyıram ki. And olsun Allaha. Hərdən o pak cavanlar mənə yaxşı sözlər deyəndə bir söz mən necə deyirəm? Deyirəm ki, bu məni çox istəyirsə əgər, ümidim bunadır ki, deməli, bəlkə məndə yaxşılıq var ki, özümdə bir şey görmürəm. O pakların məhəbbətinə həqiqətən deyirəm, amma ümid edirəm ki, bu cür paklıqda adam mənə münasibəti yaxşıdırsa, ondan bu qənaətə gəlirəm ki, bəlkə məndə nəsə bir müsbət bir şey var. Allah şahiddir, bax, niyyətimə, sözümə. O qədər gözəl cavanlar formalaşıb, nurani insanlar formalaşıb. Adam baxmaqdan zövq alır, adam danışmaqdan zövq alır. Necə bu neçə ildə, yəni heç nə? Kim dedi heç nə? Bəli, nöqsanlar da var. Bundan daha yaxşı ola bilərdi, daha yaxşı tənqid deyilək. Hərdən bir ərklə bəli danlamaq da olar. Bəzi məqamda hərdən biraz barıtın çox eləmək də olar. Olar o hərdən, mən demirəm. Amma da yox elə, gecə gündüz məyusluq aşılayasan, bu şeytanın torudur, şeytanın sifətidir. Xarici kanallar da bunu artıqlaması ilə eləyir. Milyonlarla vəsait xərcləyirlər bu iş üçün.